Hamı belə fikirləşir ki, gedim Amerikaya, Amerikada belədir, elədir və s. Mən ailəmlə bir yerdə köçdüm Amerikaya, Chicagoya, Illinois ştatına, uşaqlar məktəbə, bağçaya və s. Amma qala bilmədim mən orada. Yəni, buradakı bütün bu yaşam tərzimiz, bütün bu oturuşmuş bir sistem, buradakı işimiz, gücümüz, çevrəmiz, orada hər şey tamam fərqlidir. Ora gərək ya universitet vaxtı gedəsən, cavan vaxtı gedəsən ki, orada adaptasiya olasan, ya da ki, çox böyük büdcələrlə getməlisən ki, orada heç bir dərdin olmuyor. Getdin, evi aldın, eşiyi aldın, hər şeyi, bütün xərcin hamısı qarşılanır, o qədər büdcə olsun. Yemək problemi var. Biz burada onu hiss eləmirik. Yox ki, gedib köçürsən bir Avropa ölkəsinə, bir Amerikaya, baxırsan ki, yeməyə heç nə yoxdur. Nə qədər insan pizza yiyər, sandviç yiyər. Yəni, hamısı belə bir üst-üstə gəlir. Misal üçün, kültür fərqi tamamən başqa bir kültürdür. O kültürə öyrəşmək, turist kimi gedəndə adam o çətinlikləri hiss eləmir. Turist kimi gedirsən, 2 gün, 3 gün qalırsan və s. Amma ailə ilə gedirsən, artıq ailə orada yaşamalıdır, uşaqlar orada böyüməlidir şeyləri olanda, o kültür fərqindəki hər şey adamın gözünə batır ki, uşaq bu ortamda böyüyəcək, uşaq belə şeylərlə böyüyəcək, belə şeylərə normal olaraq baxacaq və s.